Aynur Hökmüravanın hazırladığı çox maraqlı bir rubrikası var. Ümumiyyətlə, hədiyyə təqdim etmə seçimi və təqdimatı. Gəlin onu izləyək, sonra qaldığımız yerdən davam edəcək və baxacaq, ümumiyyətlə, Fəxriyə xanım bu ətirləri necə bir-birlərinə qarışdırır və nəticədə necə qoxular əmələ gəlir. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Bu həftəyə olan rubrikamızla yenidən qarşınızdayıq. Bugün də maraqlı bir mövzuya toxunmuşuq. Ümumiyyətlə, yaxınlarımızın, doğmalarımızın, dostlarımızın doğum günlərinə, özəl günlərinə gedərkən onlara müxtəlif hədiyyələr hazırlayırıq. Bəs əslində hədiyyə verməyin də etiket qaydalarına söykəndiyini hər kəs bilirmi? Bu qaydalara əməl edirmi? Bu haqda danışacağıq. Müsahibimiz isə etiket qaydaları üzrə mütəxəssis Firuzə Rəhimovadır. Salam, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, hər vaxtınız xeyir olsun. Ümumiyyətlə, Firuzə xanım, hədiyyə verməyin özü də bir etiket qaydalara əsaslanır, deyilmi? Bu qaydalara əməl etmək nə qədər vacibdir və hər kəs buna əməl etməlidirmi? Əslində, hədiyyə vermək kənardan çox asan görünür, amma onun da yazılmamış qanunu və öz mədəniyyəti vardır. Hədiyyəni verərkən onu xarici görünüşünə, estetikasına çox fikir verməliyik. Bəzən olur ki, hədiyyə verərkən qırışmış paketdə də hədiyyə almış oluruq. Bunları mütləq riayət eləməliyik, çünki bu qarşı tərəfə olan hörmətimizdən irəli gəlir. Hətta hədiyyəni təqdim edərkən bəzən mağazanın loqolu paketlərində də hədiyyə veririk. Bu isə etik qaydalara ziddir. Bəzən olur ki, biz geyim və yaxud da ki, elektrotexnika hədiyyə veririk. Təbii ki, burada da qiyməti çıxarmaq daha nəzakətli görünür. Amma dəyişdirilmə qəbzi var ki, onu da bir açıqçanın içərisinə qoyaraq verdiyimiz hədiyyənin yanında təqdim eləmək daha nəzakətli görünə bilər. Bəziləri hədiyyə verərkən nəsə almaqdan daha çox pul verməyə üstünlük verirlər. Bəs pul verməyin etiket qaydaları nədən ibarətdir? Təbii ki, bəzən düşünürük ki, pul vermək ən gözəl hədiyyədir. Pulu da təbii ki, əldən ələ vermək gözəl görüntü deyil. Onu da bir zərfin içərisinə qoyaraq təqdim eləyə bilərik. Amma qeyd etmək istərdim ki, pulun özünü hədiyyə ediriksə, özümüzdən yaşca böyüklərə təqdim etmək etiket qaydalarına ziddir. Bəzən olur ki, biz qonaq gedəndə əlimizdə təbii ki, hədiyyə də aparırıq. Bu şirniyyat ola bilər, hər hansı bir içki ola bilər. Amma biz getdiyimiz evin yəsi, verdiyimiz şirniyyatı və içkini masanın üzərinə qoymağı mütləqdirmi? Xeyr. Ev yəsi sizi qəbul edir və öz menyusunu sizə təqdim edir və sizin gətirdiyiniz şirniyyatı, içkini masanın üzərinə qoymaya bilər və bundan da təbii ki, inciməyə ehtiyac yoxdur. Bəzən biz gül hədiyyə verməyi də çox sevirik bir-birimizə və düşünürük ki, gülün özü elə hədiyyədir. Amma əslində gülün tək gülü vermək hədiyyə sayılmır və paralel şəkildə gülün yanında da bir hədiyyə də təqdim etməliyik. Bəzən bizə uzaqdan da hədiyyə göndərirlər və biz mütləq şəkildə təşəkkürümüzü bildirməliyik, zəng vuraraq. Əgər zəng etmək alınmadısa, mütləq şəkildə bir neçə vaxtdan sonra da görüşsək, təşəkkür etməyi unutmamalıyıq. Əsas odur ki, hədiyyələri verəndə üzümüzdə hər zaman təbəssüm oyadaq və ürək sözlərimizdə deməyi unutmayaq. Beləliklə, bu həftəyə olan rubrikamızın da sonuna gəlib çatdıq. Çalışdıq ki, fərqli bir etiket qaydalarından danışaq. Hansı ki, hədiyyə verməyin özü də bir etiket qaydalarına söykənir və bu qaydalara təəssüf ki, hər kəs riayət etmir, bəlkə də bilmədiklərindən. Ona görə də bu mövzuya toxunduq bugün və bizimlə maraqlı faktları, məlumatları bölüşdüyü üçün etiket qaydaları üzrə mütəxəssis Firuzə xanım Rəhimovaya minnətdarlığımızı bildirirəm. Çalışacağıq ki, növbəti buraxılışlarımızda da bir-birindən fərqli, maraqlı etiket qaydalarına üz tutaq. Sağ olun, salamat qalın. Mütləq görüşəcək. Qısa